Goranboy rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 mart Beynəlxalq Qadınlar Günü həsr olunmuş tədbir keçirildi. Tədbirdə Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının sədri Samir Qocayev, şəhid ailələri, idarə müəssisə və təşkilatlarda çalışan qadınlar, ziyalılar, ictimaiyyət nümayəndələri və ictimai fəallar iştirak etdilər. İlk öncə ümummilli lider Heydər Əliyev və torpaqlarımızın azadlığı uğrunda candan keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Dövlət himni səsləndirildi. Daha sonra 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş video çarx izlənildi. Tədbirdə çıxış edən rayon rəhbəri Məhərrəm Quliyev Azərbaycan qadınlarının cəmiyyətin bütün sahələrində fəal rol oynadığını, ölkəmizin ictimai, siyasi, sosial və mədəni həyatında mühüm xidmətlər göstərdiyini vurğuladı. Bildirdi ki, Prezident Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlət siyasətində qadınların rolu xüsusi önəm daşıyır. İcra başçısı eyni zamanda 1-ci vitse-prezident Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti, humanitar təşəbbüsləri və xeyriyyəçilik missiyasından bəhs edərək qeyd etdi ki, onun fəaliyyəti Azərbaycan qadınının yüksək mənəvi keyfiyyətlərini, humanist dəyərlərini və cəmiyyət həyatındakı nüfuzunu bir daha aydın şəkildə nümayiş etdirir. Rayon rəhbəri tədbir iştirakçılarını 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edərək xoş arzularını çatdırdı. Daha sonra tədbirdə rayonun ictimai həyatında fərqlənən bir qrup xanıma Goranboy rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanları və hədiyyələri təqdim olundu. Eyni zamanda Goranboy rayon İcra Hakimiyyəti tərəfindən şəhid analarına və şəhid xanımlarına xalqımızın milli geyim atributlarından sayılan kəlağayı təqdim edildi. Çıxış edən digər natiqlər xoş arzularını çatdıraraq tədbirdə iştirak edən xanımları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik etdilər. Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra Azərbaycan Respublikası Prezidentinin fəxri təqaüdçüsü, Azərbaycan Respublikasının xalq artisti Şahnaz Haşimovanın və digər incəsənət ustalarının ifasında konsert proqramı təşkil edildi, rəqs nümunələri nümayiş etdirildi. Sona çatdı, sağ olun, gələn görüşlərə də